Mən onu həmişə demişəm. O zaman çox danışırdım. Deyirdim ki, bizim yaxşı atalarımız olub, fərsiz atalarımız olub, xain atalarımız olub. Bu balaca bir ellə sürün. Mənə dəyməyən ilan 1000 il yaşasın. Nəmə lazım? Deyən atalar xain atalarım. Bugünkü xainlərin babaları olub. Yəni biz bu mübarizəni könüllü aparmışıq, tərtəmiz aparmışıq. Kimsəyə görə aparmamışıq. Ona görə bizi müdafiə eləyəndə o epitetlərlə müdafiə eləməyin. Bilsin Azərbaycan xalqı, bilsin bizim millətimiz, gənclərimiz bilsin, bizdən sonrakılar bilsin, bizim balalarımız, övladlarımız bilsin. Bu millət üçün ağlayan iki gözdən olmaz. Mən bunu həbs öncəsi də demişdim, indi də deyirdim, yenə deyirəm, hər zaman deyəcəm. Bu millət üçün ağlayan iki gözdən olmaz. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.